Mingəçevirdə bədbəxt hadisə baş verib. Qafqaz İnfo bildirir ki, traktor palçıq ərazidə batan QAZ-24 markalı minik maşını çəkərkən aşıb. Hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı araşdırma aparılır. Hadisə zamanı traktorun sürücüsü Mustafayev Firdovsi İlqaroğlu ölüb. QAZ-24 markalı avtomobilin sürücüsü Bəkirov Nizat Səfəroğlu isə müxtəlif xəsarətlər alıb. Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir. Qeyd olunub ki, 112 qaynar xəttdə Mingəçevir şəhər ərazisində yol nəqliyyat qəzasının baş verməsi, vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar. Hadisə yerinin əməliyyat şəraiti qiymətləndirilərkən T-140 markalı traktorun QAZ-24 markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsini açdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Nəticədə aşmış traktorun altında qalan sürücü 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqaroğlu'nun meyidi və traktorda olan müxtəlif dərəcəli xəsarətlər almış sərnişin 1988-ci il təvəllüdlü Bəkirov Nizat Səfəroğlu aidiyyatı üzrə təhvil verilib, faktla bağlı təhqiqat davam etdirilir.